Yəni əsas məsələ sırf çəkini vizual olaraq hansısa A nöqtəsindən B nöqtəsinə gətirmək deyil, A nöqtəsindən B nöqtəsinə ən gözəl şəkildə, ideal və sağlam şəkildə gətirməkdir. Burada isə hansı metodlar var, indi onlardan danışaq. Ümumiyyətlə, ayda neçə kiloqram itirmək idealdır desəniz, burada artıq enerji söhbətindən danışmağa başlaya bilərik. Əgər bədəninizdən 1 kiloqram piy kütləsi, heç bir şey, başqa heç bir şey yox, piy kütləsi itirmək istəyirsinizsə, siz 7700 kalori yandırmalısınız. Bu isə bir gün içində baş verəcək bir şey deyil. Bəzən olur ki, mən çox üzləşirəm, deyirlər ki, mən bugün çıxdım tərəziyə, bugün spesifik bir, hansısa bir, nə bilim, çox kəskin bir diyeta elədim, sabah da çıxdım tərəziyə və 2 kilo mənim bədənimdə artıq çəki itirmişəm, mən 2 kilo piy itirmişəm deməkdir. Bu əsla mən illah da bir gün ərzində 2 kiloqram piy itirdim anlamına gəlmir.